Salam dostlar, bugün sizə kürək üçün effektiv olan 3 hərəkət göstərəcəm. Birinci hərəkət, əllər yaxın və əks olaraq tutulur, yəni tərsinə. Duruş qaydamız bu şəkildə. İkinci hərəkətimiz, əllər bir qədər aralı və düz şəkildə tutulur. Duruş qaydamız olduğu kimi sadəcə hərəkətdə biraz yuxarı qaldırırıq. İndi isə üçüncü və sonuncu hərəkətimiz. Əllər tam aralı şəkildə tutulur, düz qaydada. Duruş qaydamız həmçinin. İndi isə qolları biraz daha yuxarı dartırıq. Belə faydalı videoların davamlı olmağını istəyirsinizsə, bizi izləmədə qalın. Fikirlərinizi rəylərdə bölüşməyi unutmayın. Sağ olun, Allah'a emanet olun.